Kərəm ki, əsilinin dalınca lələşinlə barabar ki, 7 il gəzdi. Çoxdan bəridir görmürdü əsliyi. Ancaq dalınca ki, gedirdi. Ərzulum dağlarında bir sürü qoyuna rast olurlar. Baxırlar ki, çoban qıraqda durub. Deyir, lələ, gəl bu çobandan soruşaq, görək əsilin köçü nə vaxt keçib buradan. Deyir, çoban nə qanır ki, nə cavab verə, bəryəl varaq gedək. Deyir, xeyr, lələ, çobanlarda qanacaqlı çox olur, gəl soruşaq. Dönürlər çobanın yanına, salam əleykum çoban qardaş, deyir, əleykum əsəlam. Çoban qardaş, səndən bir şey soruşsam deyə bilərsən mi? Baş üstə dedi, kimin binəsini deyirsən soruş. Lələ dedi, bu binədən cavab verir, bəryəl gedək, bundan bir şey çıxmaz. Dedi, xeyr, soruşacam. Çoban qardaş, 3 kəlmə sözlə soruşam, cavab verə bilərsən mi? De görüm, nə deyirsən, ay qardaş, de. Götürüb Kərəm 3 kəlmə çobandan nə soruşur? Əsilinin kökünü necə soruşur? Dedim, ey başına döndüm, ey ay çoban qardaş, çoban mənim xan əslimi gördünmü? Ağlar emeydidən nerer qanlı yaş, çoban mənim xan əslimi gördünmü? Sövrəm, sövrəm, gələr. Başına döndüyüm, ay çoban qardaş, çoban mənim xan əslimi gördümü? Ağlaram, didən verər qanlıya, çoban mənim xan əslimi gördümü? Dedə, əsli nədir, zad nədir? Məndən soruş filanın binəsi hardadır?